Bugün Çin mətbəxini yoxlamaq istəyirsinizsə, məncə Lanzhou beef noodles seçin. Burada tez şəkildə menyunu göstərirəm. Növbəti olaraq baxın, mətbəxə baxın. Öz əlləri ilə açırlar hər şeyi. Personal çox gülərüz, yeməklər. Bu isə Çinlərin ən sevdiyi sosdur. Süfrəyə yekə baozular gəlir. Bu baozuların biri cəmi 2 manatdır bu. Bu isə sosdur. Bu jiaozidir. Bir porsiya 12 dənəsi daxil edir. Azərbaycanlılar jiaozunu çox sevirlər. İndi isə noodle gəldi. Bir dənə noodle'da ətin bir çoxluğuna diqqətlə baxın. Bu tam doyurumlu bir porsiya yeməkdir, yəni. Burada çox xoşbəxt şəkildə uşaqlar da yeyirlər və Tina bizə mətbəxdən, aşpazlardan danışır. Dostlarımızla getmişdik, hamı çox bəyənmiş. Birdən baxın süfrədə nə qədər şey qalıb. Bu isə bizə verdikləri mini hədiyyədir. Yoldaşım göstərir. Baxın hədiyyələrə. Çox şirin idi. Heç yeməyi sonucan bitirə bilmədik.